Bugünkü epizodda düzgün qərar vermək haqqında danışmaq istəyirəm. Öyrəndiyim maraqlı bir yanaşma haqqında, daha doğrusu danışmaq istəyirəm. Bu yanaşmanın əsas qaydası, mesajı budur ki, bu məşhur, daha doğrusu əksər insanların düşündüyünün əksinədir. Yəni əksər insanlar necə düşünür və ya əksəriyyətimiz necə düşünür? Fikirləşir ki, əgər mən düzgün seçimi etsəm, düzgün qərar versəm, xoşbəxt olacam, özümü yaxşı hiss edəcəm. Amma səhv qərar versəm, özümü yaxşı hiss eləməyəcəm. Yəni bu stresə səbəb ola bilər, əsəbə səbəb ola bilər, gərginliyə səbəb ola bilər, peşmançılığa səbəb ola bilər və s. və axır. Amma bu mənim paylaşmaq istədiyim yanaşma isə budur ki, əslində düzgün seçim etmək deyə bir şey yoxdur. Daha doğrusu insanı xoşbəxt edəcək düzgün seçim etmək deyə bir şey yoxdur. Elə bir qayda yoxdur. Onu heç kim edə bilməz. Çünki yəni onu da nəyə görə edə bilməz? Çünki biz bir seçimin düzgün olub olmadığını bilməmiz üçün tam 100% onu anlamamız, ondan əmin olmamız üçün birincisi biz o seçimi etməliyik. Sonra o seçimlə yaşamalıyıq. Ondan sonra biz onun nəticələrini görürük. Nəticələrini gördükdən sonra isə deyirik ki, hə, bu mənim üçün yaxşıdır və yaxud da ki, pis idi və yaxud da ki, bu doğru seçim idi və yaxud da ki, doğru seçim deyildi, səhv seçim idi. Yəni ki, biz onu etməliyik ki, ondan sonra onun nəticələrini görək və ona görə qərar verək ki, bu düzgün seçim idi, yoxsa yox. Bu yanaşma isə deyir ki, düzgün qərar vermək deyə bir şey yoxdur. Daha doğrusu düzgün seçim yoxdur. Düzgün seçim etmə prosesi var. Yəni, çox incə və maraqlı bir fərqli təkrar edirəm ki, düzgün seçim yoxdur, düzgün qərar yoxdur. Düzgün seçmə var, düzgün qərar vermə var. O da budur ki, bunu necə eləməklə bağlı da paylaşdıqları bir neçə mərhələdən ibarət, etapdan ibarət bir proses var. Birincisi odur ki, deyək ki, ehtiyacın olan qədər məlumat topla ki, bu seçimlərdən hansı doğrudur. Misal üçün, bir şey etmək istəyirsən və qarşında bir neçə seçim var. Hansı yolu seçəcəksən, hansı seçim eləyəcəksən, əmin deyilsən. Deyək ki, qarşında olan 5 dənə variant var və onların hamısını sən istəyirsən seçəsən. Hər biri fərqli səbəbdən sənin xoşuna gəlir. İstəyirsən ki, onu eləyəsən. Amma bunların hamısını eləyə bilmərsən. Bunlardan sadəcə birini seçməlisən və yaxud da ikisini seçməlisən. Amma bunun hansını seçəcəksən, buna qərar verə bilmirsən. Yəni ki, get-gəldə qalmısan. Belə olanda deyir, toplaya biləcəyin qədər məlumat toplayırsan birincisi. Ki, yəni öyrənə biləcəyin qədər öyrənəsən ki, bu proses haqqında mümkün qədər düzgün qərar vermə ehtimalını artırasan. İkincisi, deyək ki, bu topladığın məlumatlar əsasında bu 5-i endirdin 4-ə və yaxud da ki 3-ə. İndi qalıb 3 seçim. Bu 3-dən birini seçməlisən. Yəni, birincisi bu imkanları nələrdir, variantları nələrdir, hansılardır, hansı seçimlərdir eləyə biləcəklərin. Onları listini hazırlayırsan, məlumat toplayırsan. Ondan sonra o listi kiçildirsən. Ki, bunların hansı həqiqətən lazımdır, hansı həqiqətən lazım deyil, hansı etməliyəm, hansı etməməliyəm. Seçirsən, üzr istəyirəm, kiçildirsən, listi daraldırsan, belə deyək. Ondan sonra da orada bir seçim edirsən. Yəni, onların içərisindən bir dənə seçim edirsən və bu seçimi eləyəndən sonra da əksərən insanlarda, yəni mənim özümdə də bu var ki, seçimi etdikdən sonra narahat olursan ki, bəlkə mən o biri seçim eləyər. Deyək ki, A, B, C seçimləri var. Sən B-ni seçdin, amma B-ni seçəndən sonra ağlın, fikrin qalır A-da ki, mən gərək o seçim eləyərdim. O daha yaxşı idi deyəsən. O daha, necə deyim, faydalı idi mənim üçün, daha yararlı idi, daha sağlam idi, məni daha xoşbəxt edəcək seçim idi. Yəni, bu hər şeyə aid eləmək olar. Məşhur bir dənə Columbia Business School'un professoru var, Shana Iyengar. Məşhur bir cəm araşdırması var, bilinən odur ki, bu araşdırma qısacası belədir ki, bir marketə, bir masanın üzərinə fərqli, 3 dənə fərqli cemlər qoyur və insanlar
baxır ki, insanlar bu neçə nəfər dayanacaq baxmaq üçün və neçə nəfər belə deyək də alacaqdır bunlardan. Bunu edir. Daha sonra isə cemlərin sayını artırır. Yəni dəqiq say yadımda deyil, amma ki, deyək ki, birincidə 3 dənə idi, amma ikincidə artıq 15 dənə fərqli cem qoyur. Burada da ikincidə ki, hansında ki seçim çox idi, orada dayanıb baxan insan sayı da birinciyə nisbətən daha çox idi. Misal üçün deyək ki, masanın üzərinə 3 dənə cem qoymuşdu və 50 insan dayandı. Amma bu cem sayını 15'e qaldırdı. 15 dənə cem qoydu növbəti gün. Bu dəfə 150 insan dayandı. Amma maraqlı olan odur ki, 50 insan, dayanan 50 insandan 30'u orada aldı o cemlərdən. Amma dayanan 150 insandan isə 10 nəfər aldı. Ya bunu bizə nə idi, nəyi mesaj verir? Araşdırmanın məqsədi də budur ki, əslində. Nəyə görə daha çox insan dayandı? 3 dəfə daha çox insan dayandı, belə deyək. Amma satış daha az oldu, alan daha az oldu. Bunun səbəbi nədir? Və alınacaq məhsulların sayı da çox idi. Səbəb odur ki, seçim nə qədər çoxdursa, yəni bizim edə biləcəyimiz seçimlərin sayı nə qədər çoxdursa, bizim seçim etmə ehtimalımız da o qədər çətinləşmiş olur, azalmış olur. Onun səbəbi də odur ki, seçim çox olduğuna görə biz daima fikirləşirik ki, amma bunu alsam, deyək ki, belə deyək də, 15 dənədir və sən fikirləşirsən ki, buradan birini ala bilərsən və yaxud da ki, ikisini ala bilərsən maksimum. Amma hər aldığın şey, seçim nə qədər çoxsa, digər variantlar, seçimlər nə qədər çoxsa, o qədər şeyə yox deməkdir. Və o yox demək bizim ağlımızın, fikrimizin, hissəmizin bir hissəsinin onlarda qalmasını sağlayır. Çünki o yox dediklərimizin də biraz istəyirik. Və buna görə sadəcə birini seçib, qərar verib ilərləmək, davam etmək, yolumuza getmək çətin olur. Digərdə də sadəcə 3 dənə idi, satış çox oldu. Ona görə çox oldu ki, baxmayaraq ki, dayanan insan sayı, baxan insan sayı daha az idi. Orada seçim az idi. Yəni, qısacası, seçimlər nə qədər çoxdursa, seçim eləmək o qədər çətinləşmiş olur. Və indiki dünyada da bizim fərq yoxdur, mövzu nədirsə, nə ediriksə, seçimlərimiz həddindən artıq çoxdur. Bu listi yazıb ilk öncə kiçiltmənin faydası da odur ki, biz o zehni problemdən, beynimizin bizə oynadığı o problemdən özümüzü qorumuş oluruq. Çünki daima biz itirdiklərimiz nədirsə, qazandıqlarımızla müqayisədə, hətta qazandıqlarımız itirdiklərimizdən daha dəyərli olsa belə, itirdiklərimizin haqqında daha çox düşünürük. Onun haqqında daha çox beyin yoruruq, belə deyək. O bizə daha çox təsir edir. Baxmayaraq ki, qazandıqlarımızdan daha azdır. Bu səbəb var. İkinci səbəb də odur ki, nə qədər çox olmasından əlavə, bir də bəzi insanlarda belə bir şey var ki, fikirləşir ki, bunlar mənim sadəcə indi bildiyim seçimlərdə, edə biləcəyim başqa şeylər də var, hansılar ki, mən onları hələ bilmirəm. Yəni, seçim həddindən artıq çoxdur. Yəni, hazırda edə bilməyəcəyi, amma bir müddət sonra edə biləcəyi seçimləri də düşünür. Yəni, seçimlər nə qədər çoxalırsa, biz seçim verməkdə o qədər çətinlik yaşayırıq. Və xoşbəxtlik də, özünü yaxşı hiss eləməkdə, özünü uğurlu hiss eləməkdə o verdiyi seçimlərin, qarşısındakı seçimlərin hamısını əslində əldə eləmək deyil. Yəni, bu mənim özümə də çox aiddir, mən də bu problemi çox yaşayıram. Aid deyil. Ehtiyacı olmayan nədirsə, nə qədər yaxşı görsənsə də, onların hamısına yox deyib, istədiyi nədirsə bir dənə onu seçib, onunla davam etmək və onunla xoşbəxt ola bilməkdir. Yəni, onu seçib, onunla davam edə bilməkdir. Əsl xoşbəxtlik. Bunu edərkən də bizim sadəcə bir də diqqət eləməli olduğumuz mövzu, digər mövzu isə odur ki, sadəcə dataya, sadəcə məlumata, sadəcə rəqəmlərə güvənməyib, o daxili hissimiz nədirsə, ona da güvənib elə qərar verə bilməkdir. Bunu da ki, davamlı olaraq biz gərək məşq eləyək ki, o bir növ belə deyək də əzələ yığmaq kimi bizim o daxili səsimizi, intuisiyamızı dinləyib ona görə də qərar vermək və yaxud da ki, qərar prosesinə onu qatmaq
ehtimalımız da artmış olsun. Xüsusilə də önəmli bir qərar verəndə biz bir gərginlik altında oluruq, stres altında oluruq. Hələ o önəmli qərarı vermək üçün bir son tarix varsa, bəlli bir vaxta qədər tez o qərarı verməliyiksə, o zaman stres daha da artmış olur və əgər bizim o emosional daxili və o daxili səs bilirsiniz də, o çox necə deyək, biraz utancaq bir səsdir, biraz çox səsi az gələn bir səsdir, yəni yüksəkdən bağıran deyil, eşitmək biraz çətindir. Onu əgər biz məşq elətdirməmişiksə, o anlarda biz onu eşidə bilmirik. Beynimiz bizə bir növ tələ qurur və o informasiyaları bizə verir və sadəcə informasiya əsaslı qərar verir ki, o da səhv olma ehtimalı da yüksək olur. Belə, yəni bununla bütün bu yanaşmanı tətbiq etməklə o demək deyil ki, bizim bütün qərarlarımız doğru olacaq bundan sonra. Xeyr, sadəcə bu bizim belə də doğru qərar vermə ehtimalımızı artırmış olacaqdır. Yəni qısaltsaq, xülasəsini hazırlasaq bu yanaşmanın, bu belədir ki, birincisi bildiyimiz kimi seçimlər nədir onu yazırıq, ondan sonra onları mümkün mərtəbə deyək ki, yazıq 10 fərqli seçim edə biləcəyimiz nədirsə onu kiçildirik. O listi kiçildirik 5-ə və yaxud da ki 3-ə. Ondan sonra onların arasından birini seçirik və daima özümüzə xatırladırıq ki, bizi yavaşladan, bizi verdiyimiz qərar haqqında narahat edən şey əslində bizim səhv seçimi etməyimiz deyil. Çox vaxtı bizim bir şeyi seçdiyimiz üçün o digər bütün seçmədiklərimiz nələrdirsə, onlara yox dediyimiz üçün beynimizin bizə oynadığı bizə yaratdığı o narahatçılıq hissidir ki, həmən onu seçmədim, seçə bilərdim, o daha yaxşı ola bilərdi. Əgər bir seçim elədiksə, onu seçirik, ondan sonra da yolumuza davam edirik. Yəni, xoşbəxtlik dediyim kimi, bu söz, bunu harada eşitmişdim, harada oxumuşdum, yadımda deyil. Amma çox əla bir söz, çox əla bir yanaşmadır ki, xoşbəxtlik qarşısındakı seçimlərin hamısını əldə eləmək deyil, xoşbəxtlik ona özünə lazım olmayan nədirsə, o anda önəmli görsənsə belə, onlara yox deyə bilməkdir və bir dənə önəmli olan nəsə onu seçib onunla yoluna davam eləməkdir və artıq düşünməməkdir ki, mən onu da seçərdim, bunu da seçərdim, onu eləsəm fərqli olardı. Çünki bilmirsən, o seçmədiyin ki var, onu seçsən bəlkə də indikindən daha da pis olacaqdır vəziyyət. Bunu heç cürə bilə bilmərsən. Michael Jordan'ın məşhur basketbol əfsanəsi bir sözü var. Deyir ki, mən bir dəfə qərar verirəmsə, bir şeyi etməyə, artıq onun haqqında bir də düşünmürəm. Yəni, bunu necə öyrənib Michael, hardan öyrənib bilmirik. Amma araşdırmalarda, elmdə, beynimiz haqqında öyrəndiklərimiz də göstərir ki, qərar verməyin ən yaxşı belə deyək də, texnikalarından biri məhz budur. Çünki seçirsən və bir də ki, belə bir mövzu var ki, əgər bir şey seçdinsə, sən bütün hər şeyini ona həsr etmirsənsə və inanmırsansa ki, o sənin üçün doğru qərardır, sən o doğru qərar olsa belə, onu doğru qərar etmə ehtimalın azalmış olur. Çünki zehninin, enerjinin, resurslarının, diqqətinin bir çoxu o seçmədiklərində qalır. Bəzən olur ki, səhv qərarı seçir, bəli, bilirik ki, tam əmin olursan ki, bir qərarı seçdin və o sənin üçün doğru deyil, amma dəyişirsən, o başqa məsələ. Amma hər qərar verdikdə bu cür yaşamaq insanın enerjisini də tükədir, özünə olan güvənini də zəiflədir və ən əsası da o seçdiyin nədirsə, onunla xoşbəxt ola biləcəkən, uğurlu ola biləcəkən, xoşbəxt ola bilmirsən, uğurlu ola bilmirsən, daima seçmədiyin, keçmişdə qalmış şeylərə fikirləş. Keçmişdə qalmışlar nələrdirsə, onlarla fikirləşsən. Yəni, nə indidə deyilsən, nə keçmişdə deyilsən, yarı oradasan, yarı buradasan. Bu da dediyim kimi, ən doğru ehtimal, ən doğru seçim nə isə onu seçmiş olsan belə, sən onun nəticəsini, bəhrəsini görə bilmirsən. Hələlik.